Yerli istehsal olan və təzə çıxan kartofun 1 kiloqramı 5 manata satılır. Bəli, düz eşitdiniz, 5 manat. Bəs qiymətin baha olmasına səbəb nədir? Suala əməkdaşlarımız cavab axtarıb. Paytaxt bazarlarında kartofun 1 kiloqramı 4 manat 50 qəpik 5 manata alıcılara təklif olunur. Satıcılar deyir ki, kartofun hazırda belə baha olmasının bir neçə səbəbi var. Əsas səbəblər isə yeni məhsulun həm nübarlıq, həm də maya dəyərinin baha başa gəlməsi ilə bağlıdır. Bunun yeşim puludur, fəhlədir, yol puludur, raskodu gəlir 50 qəpik. Biz də 10 qəpik, 15 qəpik, 20 qəpik vurub satırıq üstünə. Rasiyan bazarları yığanda çoxlu, qiymət qalxır. Xırda kalibrlər var, onu satırıq. Neçəyə satırsınız? 5 manata. Kilosuna? Kilosunu bəli. Şəmkir rayonundan gətiririk, kəndlərindən də belə deyək. Qiymətin baha olmağı həm təzə kartofdur. Bu kartofu kənddən alıbsan, alandan sonra, alıb götürəndən sonra. Bunu qablaşdırmaq təkcə bir yeşiyin özü, içində 18 kilo kartof var. Bir yeşiyin özü 6-7 manata baş gəlir. Ondan əlavə də hələ qablaşdırılan 6-7 manatdan əlavə də sonra birin 1 manata, 1 manat 50 qəpiyə də Bakı şəhərinə gəldirilir maşın. Alıcılarsa bütün bunlara baxmayaraq kartofun hazırdakı qiymətinin həddindən artıq baha olduğunu düşünürlər. Gündə evdə kartoşka işlənən zaman əlbəttə çox bahadır. Baha nədir? Çox bahadır. Kilosu 5 manata bahadır da. Bahadır, çox bahadır. 5 manat verərsinizmi təzə çıxan kartofun kilosu? Xeyr. Bahadır ha? Bahadır. Bir həftə qabaq almışam 2 manata. Köhnə kartof. Bəli. Paytaxt bazarlarında satılan kartof Şəmkirdən gətirildiyi üçün üz tutduq məhsulun yetişdirildiyi ünvana. Şəmkirli fermerlər deyir ki, istixana şəraitində becərilən kartofun yetişdirilməsi xərcləri baha başa gəlir. Parnik şəraitində yetişdiriliş üçün əl əməyindən daha çox istifadə olunur. Əl əməyindən çox istifadə olduğu üçün qiyməti də baha olur, məhsulları azdır və az olduğu üçün də qiymət münasibdir. Hal-hazırda 2 manat 50 qəpik 3 manatadır. Bu Rusiya Federasiyasına satılır, daxili bazar üçün nəzərdə tutulmamışdır. Fermer həmçinin bildirdi ki, may ayının ortalarına kimi bazarlara çoxlu məhsul çıxarılacaq ki, bu da təbii ki, qiymətlərdəki ucuzlaşmaya gətirib çıxaracaq. Qiymətlər hətta kiloqramı 1 manata kimi aşağı düşə bilər. Elşad Bayramoğlu, Samir Gülməmmədov, Turanə Tağızadə, ATV Xəbər.